Allah'ın salamı olsun. Lakuş xanım, gecəni yatmırsan, qoymadın bugün yatasın. Problemi həll edə bilməmişsən, necə də yatırsan indi gün olsa. Gələcəkdin. Nə, Lalə, sən bir söz deyim. Pasportunu da götür gəl də. Duranda baxırsan. Zəng eləməmiş, baxırsan həmişə telefona. Videoya baxırsan, ona görə burada paylaşır. Mənə tez lazımsan. Qonşudan da indi çıxdım, zəng elədim. Götürmədim. Telefonu bağlayıb. Nə deyirəm? Lalə, sən yatırsan, maşallah. Sağlamsan, amma şeytan sən yatızdırır da. O boyda yatmaq xəstəliyə aparır. İndi sən nə eləməlisən? Mən sənə bir vacibin deyim ki, sən birinci prokuraturaya imzalını da qoyasın. 3 dənə söz deyəcəm. Bir öz başıma gələn, ikisi sənin vacib olan. Demək sən, gələk bilirsən də onu. Deyirsən, ərzdə yazsın. Sən öldürmək istəyən adamı elə bir, o birilər hələ bir qıraq. Onunla nətərik alırsan, az deyirdi. Uşaq elə bilirsən, xoşbaxtdır. O aurada uşağın sanki canını dili çıxardır. O Murad deyilən bunda. Belə elə bir ki, baxır, şeytanlar da adam didirir. O uşaqlar elə bilsin ki, gülümsərdir. O gülümsəməyə Allah deyir. Amma onların içində çox pis şeylər baş verir ki, o uşaqlar elə, bu uşaq elə avrada böyüməlidir. Sabah təhlükə qarşısında ola bilərlər. Sənə qıyan, onları da qıyacaq. Hətta, onu da deyir, o günləri özünü xilas eləməkdən ötürü o deyir ki, Murad deyir ki, 2 balamın canı, bəzi əclaflar verir, balasının başına andısa. Nə çox deyil, amma mən də dənləmirəm eşkəsi. Sən hər şeyi 5 ildə yaxşı bilirsən. Mən də, indi o, nəysə də, bəzbəxtliyə bax ki, sən yalvarırsan da, uşaqlar da istəyir, gələndə xoşbəxtliyi olur. Mən gəl sözlə, mən yəni heç kəsə ziyan vurmuram da, amma gör ki, hamının ayağını kəsib də, Nərgiz xalacılda deyirlər ki, o Muradın elə söyüşsülüyünə, döyüşsülüyünə, dayanıqda davalarına görə biz orada getmirik. Bu üçün təhliyədəsən, ona görə prokuraturaya gələrsən, gedərsin inşallah. Bu öz işindir, demirəm, vacibdir. Amma yenə öz işindir, bursa vacibdir ona görə ki, özvə də uşaqlarına da hörmət qoy. İkinci nə denəsin? Nə deyirəm, Lalə? Telefonda deyəndə deyirsən, ay, uşaq ağladın, uşaqlar səs edir. Onun sakit vaxt tapdı ağasızlanır. Sən, Murad, sən deyirdin ki, atası dəhşət eləyirdi. Mən də orada gələ bilmirdim, üstümə hücum eləyirdi. Çıx söylə. Yadında bir dəfə də gəldim. Olan evdə dəhşət idi. Uşaqlar elədir ki, güllələnməyə aparırlar, yoxsa dərsi soyulmağa aparırlar. O Sara nə gündəydi, Raul da çox pis vəziyyətdəydi. O momentdə ki, spor gedirdi evimizdə. Muradın atasının qohumları var idi. Güya başa salmağa gəlmiş da. Onda nə qədər başa salıb sən dedin. Mən girdim, qovdu, dedi, söyle. Sən də dedin, kişinin də azlığı gəldi. Ki, niyə? Boşun, mən işləyirmədim, qapıdan oğlumların evində nə gəzdirəm, sən oradan çıxmalısan. Anəsində uşaqların yaşamaq hüququ var. Murad da türməlidir, bizdə nüans elə bəsdir. Amma bəsli yenə onu da deyərsən, vəssalam. Onda necə oldu? Uşaqlar o vəziyyətdəydi, amma o kişi elə də kişi deyil o. Ona kişi çıxmayıb heç vaxt. Qohumlar nədir? İvanbaş kişi. O anasının da canını aldı, yəni Muradın. Elə Murad da ondan bəhsərdir. Nə deyirlər? Deyirlər, onlar düzələn şey deyil, Muradın atası. Ayıl qızım, ayıl. Sonra demək ki, Allah niyə kömək eləmir, niyə ol demir, olsun ki, mənim canımı qısarsın. Allah sənin əvəzini ki, prokuraturaya nəsə verməlidir. O məsələ də açıq, Allah kömək edir, yaxşı. Mən Allah tərəfi deyirəm söz. Sən necə qəbul edirsən? Orada qaldıq. Dedin ki, sən o qohumları kimsə başa salıb tanış olub, qohum oldu. O nə demişdi? Onda demişdi ki,
axırda hirslənmişdi. Sən dedin ki, yəni bu sən hirslənib Vahidin üstünə ki, qaynatavın üstünə ki, Muradın atasına ki, sən axı sən nə qədər başa salmaq olar, sən niyə başa düşmürsən, başa düşmürsən ki, düşmürsən. Düzdür, axırda hirslənib çox getmişsə. O baş xarabı özünü xilas edənmək üçün gedib harası. Rusiya tərəfə. İndi bil ki, onu da deyər. Murad o gün mənə dedi ki, Murad hələ toyuğam toyuq, yox yoluğam yoluq, rolunda oynayır. Sanki mən onu yolmaqda mahir bir nəyəm. Şər atmaq üçün də. Hələ o gün də Allah tərəfi ağzından çıxdı. Aysa o, nə dedi, nə dedi ki, sonra bunu hakim alacağım. Mən də qayıtdım ki, necə hakim alacaqsın? İndi niyə almışlar? Sənin başı tur fəkəcək ya, Lala o. Planı odur. Amma sən bilir, dedim. Uşaqlarda da özünə də hörmət edirsənsə, prokuraturaya mənlə gedərsən inşallah. Bir də nənəsini də deyirsən. Lala, bir də nənən bunlar zəng eləmək üçün səndən danışmaq üçün zəng eləmək istəyirdim. Bayaqdan can atıram, sahibə xalıya verirəm. Qonşuya çıxıb zəng elədim. Alınmır. Nənən deyir, sən də dedim bayaq ki, yaptın bir saat, neçə saat keçir. Yəni qızım, bir də sənin adına ev alı var nənən ha. O, sən pasportu da götür, bir ayda naxolqa çıxardır ha. Evi gedib pasportla girirsən, müqaviləni bağlayıb çıxırsan, söküləsi evlərdə elədir. İndi bu bir ayda deyir, pasportunu da gedib, alıb, getdim, belə oldu, getdim, belə oldu. Gəh deyir, sökürlər, gəh deyir, sökürlər, gəh deyir. Bunu gəh deyir, vermirəm evi sənə, Laliyə. Gəh deyir, var ha, bu adam başı çatmır, Lalə. Mənə nə olur ki, sənə nə olur? Oğluna da nə olur ki, sənə nə olur? İndi o, nəysə ki, sən bil ki, sən borcun nədir? Sən bilirsən ki, sən ali məktəbinlə o, yəni çırpışdırdığı, banka yığıb, özü üçün saxladığı pulla Allah sənə qaytardı. Yəni ki, Allah onun ürəyinə saldı. İndi də dünən deyir ki, heç vermirəm. Bu evi mənimdir, pul mənimdir falan. Allah onun ürəyinə, məndə də elədi. Evi verdi, sonra da adı sənin, adı mənim oldu. İndi də çalışır ki, yenə mən məsələyə salsın. O uğurda, o Murad da, düşməkdə bayaq dedim. Amma sual salındı da böyük sualdır. Salındı da inşallah de, dur, pasportunu da götür, məndən getmə onu. Çünki mən deyəndə sonra deyirsiniz ki, nənən qızışır da, sənin başını verir, xarab edir, uşaq bilmir, böyük bilmir. Özü dava çalır, deyir, belə oldu, atır, sənin dalınca için sözünü danışır, əməlli dəli yerinə sırır səni, həqiqətən dəli edir. Elə bir vəziyyətə salır ki, hamımızı, elə bir biz çox hörmətsiz, insanlıqdan çıxmış, nə bilim, ən parazit bir insan kimi qələmə verilir. Ona görə qazanam, sən qoy ev yox, sənlə get. Yaş. Mən deyim, nə onunla gedərdi, nənəsinlə demir, evi də yerini göstərməyir sənə. O nizamidə aldığı. Nə qədər dedik göstər, gedək yanına evin, onu da imkan vermədi. Kortdan kimi gözlərini belə fırladı, yox dedi. İndi bala, sən 50 minə alırsa da 13 min güya boş götürüb, onu neçə 2 ildir kvadrat verib, pulları yığır özünə. 3 min səndən çırpışdırdı, sən pulu aldı. Boşum 35 min də elədi şeyləyib, qoyub sən üçün, ev alıb. Yaşı alır, laf yaşı alır da versin də onu da. Çökürlər, bala sənin evin çökürlər, sən pasportunu götür, gedək. Görə o gəsgündə bir söz deyir, valla ciz yerinə qalırsan. Elə olma. Gedək o deyir, nə bilim, harada deyir, Axundov 2-dədir. Gedək görək o nənən elə dedi. Axundov, məndə sənətlər məndəydi, götürüb o sənətlər gəlib girib evə nənə, gizlincə götürüb evdən sənətlər vermişdi mənə. Mən cırıb verəndən sonra sənə, sonra onun kopyası da var idi. Bizim pasportların da kopyası da, hər şeyin. Çox belə, çox bilmiş adamdır. Yəni ki, o ütükdürsə, amma sənin başına, mənim başıma açdığı kimi
şeylər gətirməsin. Ona görə də yəni ev söhbəti belədir ki, mən ona görə burada mıxlanıb dururam, yəni vacib bilirəm ki, pula görə yox. Çünki o ev sənin atan 4 yaşından atanın verdiyi alimentləri yox, 4 yaşından yox. Sən 11 yaşından. 11 yaşından qadın alın. 18 yaşına qədər pul almışıq ha. Məni sağlırdı, buradan kvartiratların da pulu, Şəfqə xalqı 2 evin kvartiratı olur. Yaxşı, bir evin kvartiratı onu sən yedinsə, sən yeməyən uşağıdır. Axır ki, pul alsa qısa. Yəni, o pulları yığır. O mənə hətta sən nə dedi? Dedi, fürsət idi, yığırdım da. Təsəvvür mənim aşağıya basıb, bu polisə qol çəkir. Yəni, pulun götürüb, fürsət idi, yığırdım da. Təsəvvürlə bu adamı. Sənin davamıza da dəli yox, belə zır yerinə qoyur, məndən beş qədər. Sən hələ haqqımı müdafiə eləyənmirsən, sağasan da mənim yanımda, yaşın az. Ona görə mən də bir vaxt sənin kimi sustum, indi bax, 2 buynuzun qalar ha, gəmirirlər ha bizi. Heç sonra heç nə demə, nəsə deyəndə denək baş qulağıma aparma, nəsə deyəndə 102-ni sənə bu dəlidir, bunu aparır. 103-ü də yığa bilərsən. Denə bu xəstədir, bu gizləyir, bu da dava salır. Heç bir qorxu keçirtmə və sənin haqqındır. Ata alimentin pulunla yığılıb, ana adına olan evlər. Bu bilir ki, Quranla səslən evlər mənə düşürdü. Nənə adına ev də var, çöllərdə deyil. 3 yeri zanit edir, sizi öz adına olan evi, Eşrəf kilin evi. Yəni, Eşrəf burada deyil ki, Mayanidədir. Yəni, sonra boş evdir, hər şey, zəhri hal, zəhri də edən adam o da orada Allah'dır, kef edir, har istəyir, gedir, gəlir. O ne inəyirsə, o özünə. Amma sən borcun odur ki, sən alimentinlə yığılmış pulu hesablamışdıq 40 neçə min edirdi. O sən 35 minlik ev alıb. Yəni ki, 50 minin, 13 minin götürdü, o neçə səndən götürdü. 2 ildir də kvartirant verir. Mən deyib, borcum var, 10 min götürəcəm, 50 min versələr, yəni söküləndə şirkətdən 50 min alanda deyib, 10 mini götürəcəm. Onun borcu zadı yoxdur hələ. Sən başa ki, çox qəddar adamdır bu adam. Ona güləşdə getmə, görsən ki, haykü salır, yığ 102-ni, 103-ü, onu, ananın qisasını al. Əslində eləməlisən. Uşaqlarda da yazığın gəlirsə, o haykü salanda ondan dilləşmə. Murad arzusuna çatmasın. Dəli yerinə qonşular səni sırmasınlar. Nə bilim, hörmətsiz eləməsinlər özlərini. Dincəl. Hörmətsiz eləməsinlər özlərini. Mən də qarşı. Nənən ağıllıqda, nənən orada ağıllı uçur, yəni ağıllı deyil, özün tanıyırsan o. O videolara baxır, yəni o haykü salsa, yığ 100-200 başqa əlacı yox deyil baba. Başqa əlacı, onu döyüb, öldürsən də o düzələn deyil. Heç düzələn deyil. Heç ha. Mümkün deyil. Onu hamı deyir ki, nəsillər, hamı deyir ki, onu başa salmaq mümkün deyil. Hətta Roza xala deyirdi ki, sən mümkün deyil deyirlər. Çox. Roza xala mənə çox. Mümkün deyil onu başa salmaq. Yaşını deyil. Roza xala deyirdi ki, mənə deyirdi, sən ona baş qoşsan, sənin başın xarab olacaq. İndi sən də, niyə görə, sən axı normal adamsan? Sənin haqqında bilsən nə danışırlar? Mənim haqqında bilsən nə danışırlar? Niyə görə belə olsun ki? Biz sakit adamlıq, biz səmimi, yəni başa aşağı adamlıq da, yəni indi sən də biraz romantik axtaransan, nə bilim, yəni mən indi demək istəyirəm ki, axı başa bəla deyilik də. Niyə axı bizim halkımız? Niyə Leyladır, Zümrüddür? Sən qədər psixologiyaları möhkəm olmadığı halda, onlar ovucun içində saxlayıb ata-anası, məsələn, nəfsli qohumları, amma onlara bir dərsə söz dedim, dəli kimi olurlar. Amma sən nələrdən keçdin? Sən Mübariz İbrahimov kimi az qalarsan o. Qəhrəmansan sən. Sən qəhrəman bir insansan. Amma səni pis, dəli, git yerinə danışırlar. Sən də hər şeyləşirsən. Sən neynəməlisən? Xülasə denəm. Nənəndən pasportu, özündə də pasport al, gəl, birinci prokuraturaya gedin, sevinç. Bu, bayaq dedin də, Murad nə dedi, əvəz çıxacaq sonra.
Bətər olacaq, Lale. Bu kişi ilə qoşulacaq, kişi deyib o, neysə. Sonra kişi olsa qaçmaz, gedər türməyə. İlham Əliyev üçün elə təhqir edirdim, sonra deməz ki, oğlum ağıllıdır, bilir harada danışır, o tutmaz da. Elə ağıllı olmur. Qadınlarda, kişiləri təhqir edir. İndi səni də qolundan tutur kişi deyirdi, o kişi deyir. Deyirdi, siktir buradan qəhbəha, səni qapıya aparıb deyir, qaynasa elə, sən qəhbəsən, o sözü nəniyə də söyüyür. Murad dünən deyir ki, sən mənim aynəmi seyirdin, mən də səni tüktürərəm. Və oğra 4 ildir bizim hamnəslimizi və adam qalmadı. Üzümüzə ağzı verəcəyim, buravı verəcəyim. Sözlər mən də axırda əsəb elədim sözü. O mənim anamı söyüb, haqqı yox. Anam onu hamballıq edir orada. O mənim qızımı söyüb, mən də açıldı ağzım. Qanacan, canacan. Bəs olun, ikinci nənəsin, pasportla gedək. Görək sənin evin hardadır, nədir? Gedək Axundov kişiyə, o Nizamdakı yerə. Vəssalam. Vəssalam. Şükürsalam. Vəssalam. Əsasın denə. Hakü salsalar olsun Murad, olsun nənə. 102-ni, 103 hamısını tök ora. Olar. O vahiddən bətərlər, ailə-ailəzar. Allah'a. Allah sənin yolunu açır qızım. Bağlama özlərindən, özünə hörmət elə. Özünə hörmət elə qızım, ayı. Qadanam, ayı. Ayı. Yazmışsan orada, mən YouTube'da bir dənə kişi yazdı ki, qızını xilas elə, hamı onu deyir də. Sən deyirsən ki, mən ərimlə məmnunam, mən həyat yoldaşımla məmnunam. Ay qız, sən 5 il deyil. 2 aydır qaçmışsan, 2 ayda deyil. Sən 5 ildə sən gecə 4-də, 2-də qaçırsan, gah bizə, gah nənəncə, gah küçələrdə qalırsan. Sənin nə ağ günün olur, 3 günlüklə boşanmaq istəyən sən deyilsən. Gündə getmirsən, məhkəməyə hazır bir 10-15 dəfə ərizə verirsən. Gəlmirdin, gecə saat 4-də gəlib qapını döyən sən deyildin, ağlamırdın ki, ay mama, bir də mənə həndəni mən boşanım, keçəmirdi də. Qadanam, məmnunam, zat demə, yalancıya, hər bir günahkara, günahkarsan, uşaqların orada o vəziyyətdə saxlayan sənsən. Yaxşı, indiyə qədər sənə dəstək olmurdu. İndi sənə dəstək et. Dəstək et. Prezidentimiz də kömək edir ki, hələ məni tutub asalmıysa dəlxanıya. Və bundan artıq nə istəyirsə, ağzıma sən kimi basırlar orada. Nənə də pulları yığırdı, dedi, qızına baxırdım da. Əcəb edirdim, fürsət idi də. Sən pulla alınır bu ev, sən istəyər vermə ki, nənə sən pasportunla gedir, nə hoqqa çıxartır, şərmin dənə söz deyir. Davay, təsəş pasportunu götür, bugün olmasın, sabah olsun. Amma Hakü salsalar bu videonun dinlərində dünənləri evinizdə dəhşət idi. Gizlətmə, gizlətmə, uşaqlarına zülm eləmə, qızım. Zülm eləyənləri Allah düz yola yönətməzsə cəhənnəmli yol alır. Hələlik. Ayı, nə qədər gecdir. Qadanam, çox da gözəl də hava deyil. Onu deyirəm, bəlkə indi gələsən bir özən gəl. Heç olmasa biz gəzərdik, heç olmasa. Mən də ora gəlməyim. Burada bax da, keyfini alına bax, tələsi yeşin eləmə, amma gec eləyəndə də sonra fəsadlar törənir. Ağıllı ol. Elmən necə deyirdi? Dəng ağıllı ol, hə? Bax, göstərin. Belə deyir, hə? Dəng ağıllı ol, hə? Yaxşı qolunlarımız var idi, heyfam söyledi. Eybi yox. Əsas o da Allah səni. Davay, tez, tez. Hazırlıq gəl. Baka. Qadanam, dünən o özün kişi hesab edən arvad tumanı altında gizlənən nakişi var, o güya uşaqların atası da, amma ki, sən deyəndə ki, uşaqlar acından ölür, aylarla heç nə almır, kartuşkadan, soğandan başqa, onu da özü yeyir də. Biz aldığımız əti də dava edirik ki, niyə vermirsiniz mənə? O, dünən olmayan şeydən danışır da. Ki, deyir ki, mən niyə internetdə biabır edirsə, o olmayan şeydən danışır. Çünki biabırçılıq yoxdur. Var, mən eləmirəm ki.
o elədiyini prosta afişa da eləmirəm. Sadəcə o türkü həccə gedir var ha. Amma burada nədir Lalə? Qadana. Bizimki budur da. Şükür Allah, maşallah. Bizimki mama desin. Qulaq az. Sən dindiyində mən eşidirəm. Mən eşidirəm. Sən dindiyində. Pas atma Lalə. Haqqımı müdafiə elə. Və böyük deyilsən, körpəsən yoxsa. Körpə belə, yadında o azanda necə ağlayırdı. Sən baxdığında mən də görürəm. Bax, onda mən də görürəm. Sən bildiyində, inşallah, bilirsən, sevib güləndə Allahı unutma. Sənə bəxş elədikləri böyük nemətdir. Yaşamaq eşqimi itirməyirəm. Sonsuz şükürlər olsun ilahiyə. Sən bildiyində, sevib güləndə yaşamaq eşqimi itirməyirəm. Sevgi bir müğənninin əri dedi ancaq Allah olur və Allah adamlarına. O adama yox ki, arvadına quyu qaza, məşdağıya atıb evlərinə elə kesmək istəyər, sonra arsız da nə taktikalar işlədə, çox həyatsız adamdır. Qonşu qohumlar deyir də, o düzələn deyil atası da. Nəysə, bayaqçı faktı da dedin, kişi söhbət qohumunu nə başa salırdı, onda gözün qabağında olur. Nəysə, 30 yaşında deyir, çatmamış Lalə öləcək ya. Lalə qoyma, arzusuna çatsın. Məmnun yaşayıram, zat yox da. 2 aydır sən o evdən. Boşun. Sonra demək ki, Allah elə. Prezidentimiz kömək edəcək sənə, inşallah. Kömək edir də. Bu da tərpəşmir, sonra da deyir ki, mən yer gətirib hazır plov yedirdirmir. Cəmaat necədir? Könlü balıq istəyən ayağı deyir, dəryada gərək nədir? Səndən hərəkət Allahımız Quranda demir ki, oturun ancaq əli zatsın göyə, ya səzdiyə gedin. Səndən hərəkət Allahdan bərəkət. Yalan da heç vaxt danışmır. Günahkar olarsan, şeytanlar sənə urcaq olar. Necə ki, Murad nənən urcaq olur. Bağların yazıq. Qızınız hamı yazıq da Lalə, mənə də çürüdürsən. Ayıl da. Çox gecdir.